Vaxtınız xeyir. Üçüncü dərsimiz silindrin səthinin sahəsidir. Silindrin səthinin sahəsini tapmaq üçün, deməli bu silindrin biz bilirik ki, üst oturacağı və alt oturacağı dairədir. Deməli biz iki dənə dairənin sahəsini tapmalıyıq, bir də yan səthin sahəsini tapmalıyıq. Bunlar hamısı birlikdə silindrin səthinin sahəsini verir. Məsəl üçün, burada bu çevrənin uzunluğu ilə düzbucaqlının uzunluğu eyni olmalıdır ki, bunu bitişdirib silindr əmələ gətirəndə burada artıq əşliklik olmasın. İndi biz tutaq ki, radiusu R olan bir dənə oturacağı silindrin deməli dairədir. Eyni qayda ilə alt oturacağı da üst oturacağa bərabər olan, radiusu R-ə bərabər olan dairə verir bizə. Bu əgər silindrin biz yan səthini açsaq, deməli bu isə bizə düzbucaqlı verir. Həmən bu düzbucaqlının uzunluğu çevrənin uzunluğu ilə eynidir. Yəni 2pi r-dir bura. Bu da deməli silindrin hündürlüyündür və onu da h-la işarə eləyirik. Deməli S tamı tapmaqdan ötürü biz 2 dənə S dairə ilə bir dənə S yanı toplamaq lazımdır ki, tam səthinin sahəsi olsun. Burada biz dairənin sahə düsturunu bilirik. Dairəsinin sahə düsturu isə pi r kvadratıdır. Pi r kvadratı üstəgəl biz dedik ki, çevrənin uzunluğu ilə bu düzbucaqlının uzunluğu eyni olmalıdır. Deməli, bu düzbucaqlının sahəsini də tapanda enini uzunluğuna vurmaq lazımdır. Yəni 2 pi r-i vurmalıyam h-a. Bu isə oldu tam səthinin sahəsi düsturu. 2pi, deməli, yalnız əgər bizə yan səthinin sahəsini tap deyirsə, onda S yan bərabərdir 2pi r h düsturundan istifadə olunur. Bu dediyimiz qaydalara əsasən tapşırıqları həll eləyək. Birinci tapşırıqda deyir ki, silindr şəklində olan bir neçə cismin hündürlüyünü və radiusunu ölçün. Onların yan və tam səthlərinin sahəsini tapın. Deməli, tutaq ki, biz bir dənə hər hansı bir kutu formasında bir dənə fiqur tapırıq. Həmin fiqurun deməli çevrəsinin radiusunu və hündürlüyünü tapıram. Deməli tutaq ki, bunun radiusu məsəl üçün 2-dir, hündürlüyü də 3-dür. Onda S yanı tapmaqdan ötürü S yan bərabərdir 2pi r-h düsturundan istifadə eləməliyəm. Burada 2pi-ni yazıram, r-in yerinə yazıram 2, h-ın da yerinə yazıram 3. Deməli bu oldu 4, 4-ü də 3-ə vuranda 12 pi. S yan oldu. S oturacağı tapanda, S oturacaq da dairə olduğuna görə dairənin sahəsi də pi r kvadratıdır. R-i də 2 verdi. Pi vurulsun 2-nin kvadratı. Bu da eləyir 4 pi. İndi S tamda isə 2 dənə S oturacaq var. Yəni 2 dənə S dairə. Üstəgəl bir dənə də S yan. Bərabərdir. Dairənin bir dənəsinin sahəsi 4 pi idi. 2 dənəsi olar 8 pi. Yan səthin sahəsində 12 pi tapmışam. 8 pi ilə də 12 pi-ni toplayanda eləyər 20 pi. 20 pi, indi burada əgər bizə pi-nin qiyməti veribsə, yerinə qoyub hesaplamaq lazımdır. Vermirsə, yəni belə də saxlamaq olar. Yəni bizə pi-nin qiymətini bəzən təqribən 3-ə bərabər olduğunu deyir. Bəzən isə deyir ki, 3,14 götürərək ifadənin qiymətini hesablayın. Yəni bu tapşırığın verilmə şərtindən asılı olaraq dəyişir. Tapşırıq 2-də deyir, kağızdan silindr modelini düzəldin. Düzəldilmiş modeli açın, onun radiusunu, hündürlüyünü ölçün və yan səthinin, tam səthinin sahəsini tapın. Bu tapşırığı isə özünüz sərbəst işləyə bilərsiniz. Üçüncü tapşırıqda verilmiş nümunəyə əsasən aşağıda verilən silindrlərin tam sətlərinin sahəsini tapın və burada bizə pi-nin qiymətini verir ki, pi bərabərdir 3 olduqda hesablayın. Deməli, tam səthin sahəsini deyirsə, nömrə 3. S tam bərabərdir. 2 dənə S dairə, yəni pi dairənin də radiusu 3 olduğuna görə pi r kvadratıdır. Yəni 3-ün kvadratı. Üstəgəl 2 pi r-i 3-dür. 2 pi r vurulsun h da 5-dir. Bərabər 9. 9-u 2-yə vuranda eləyir 18 pi. Üstəgəl 2-ni 3-ə vuranda 6, 6-nı da 5-ə vuranda 30 pi. 18 pi ilə də 30 pi-ni toplayanda eləyir 48 pi. Bu oldu birinci şəkildə verilmiş deməli silindrin tam səthinin sahəsi. İndi eyni qayda ilə ikinci şəklə baxsam, S tam yenə bərabərdir 2 pi r də 4-dür.
vurulsun 4'ün kvadratı. Üstə gəl yenə 2 pi r 4'dür. H da 6'dır. 4'ün kvadratı 16. 2'yə də vururam 32 pi. Üstə gəl 8. Alt dəfə də 8'in 48 pi. Bərabərdir. 32 pi ilə 48 pini də toplayanda eləyir 80 pi. Pini də burada 3 verdi. 80 vurulsun 3. 8 dəfə də 3'ün eləyir 240. Burada yuxarıda da pinin yerinə 3 yazmaq lazımdır. Çünki pinin qiyməti verir. 8 dəfə 3'ün 24. 2 yadda, 12 də yadda, 14. 144. Deməli, santimetrin kubu eləyir birincinin. 240 santimetrin kubu da eləyir ikinci silindirin tam səthinin sahəsi. Dördüncü tapşırıqda silindirin oturacağının radiusu verir. Bir də tam səthinin sahəsini verir. 162. Silindirin yan səthinin sahəsini tapın. Yenə tam səthin sahə düsturunu yazıram. Nömrə 4'də. S tam bərabərdir. 2 dənə S dairə üstə gəl S yan. Verilənləri yerinə yazaq. Deyir ki, tam səthinin sahəsi 162'dir. Deməli, buraya yazıram 162 bərabərdir. Oturacağının radiusu 3'dür. 2 vur pi r kvadratıdır. Pi r də 3'dürsə 3'ün kvadratı. Üstə gəl s bizə də deyir yan səthin sahəsini tapın. S yan. Burada S yanını tapmaq üçün 162'dən bunu çıxmalıyam. Burada da pi'ni 3 ilə hesabla deyir. Deməli, pi'yə də 3 qiyməti yazsam. 2'ni 3'ə vururam 6. 6'nı da 9'a vururam 54. 162'dən deməli 54'ü çıxmalıyam. 12'dən 4 çıxanda 8. Burada qalır 0, 1. 105. 108 olur. Deməli, yan səthinin sahəsinin hesablanmış qiyməti. Nömrə 5. Silindirin oturacağının radiusu verilir, hündürlüğü verilir. Silindirin tam səthinin sahəsini tapın. Burada pi'ni də təqribən 3 qiyməti verib ki, ondan hesablamaq lazımdır. Deməli, S tam bərabərdir. 2 dənə oturacağın sahəsi, yəni pi r kvadratı. Üstə gəl 2 pi r'i də vururam h-a, olur yan səthin sahəsi. Verilən qiymətləri yerinə yazım. 2 vur, pi'ni verir 3. R verdi 6. 6'nın kvadratı eləyir 36. Üstə gəl 2 vur 3. R verir 6. Pi'ni verir 8. Hesablasam, deməli 6'nı 36'ya vururam. 36'nı 6'ya vuranda 36, 3 yadda 18, 3 də yadda 21, 216. Üstə gəl. Bu 6, 6'nın 6'ya vuranda 36, 36'nı da 8'e vurmalıyam indi. Alt dəfə 8'in 48, 4 yadda 24, 4 də yadda 28, 284 və bunları da toplasam 10, 1 yadda 9, 1 də yadda 10, 1 yadda 4, 1 dənə də yadda 5. Deməli 500 santimetrin kubu olur verilmiş ölçülərdə olan silindirin tam səthinin sahəsi. Deməli bu mövzumuz burada yekunlaşır. Sağ olun, növbəti mövzuda görüşərik inşallah.